Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trumpa Truth Social hesabındakı paylaşımına görə təşəkkür edib. Yenavaz.com xəbər verir ki, bu barədə prezident İlham Əliyev X sosial şəbəkə hesabında bildirib. Stat: Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində və tarixi Vaşinqton samitinə ev sahibliyi etməyinizdəki mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və yeni formalaşan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm. Statın sonu. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Ağ Ev rəhbəri özünün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb. Stat: Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq. Statın sonu.